Salam uşaqlar, bərabərliklər mövzusu 3-cü bölmə. 2 dərəcəli və yüksək dərəcəli bərabərlikləri izah edirəm. Başlayaq birinci sualına. Sual belədir. 5x kvadrat çıxılsın kx üstəgəl 5 bərabərdir 0 tənliyinin 2 müxtəlif kökü var. Kvadrat tənliyin 2 müxtəlif kökü varsa, diskriminant böyükdür 0 olmalıdır. Diskriminantı tapaq. Diskriminantın düsturumuz b kvadratı çıxılsın 4ac. A, B, bunda C'dir. Deməli, B'mizin yerində burada nə durur? K. Və K kvadratı çıxılsın 4 vurulsun. A'mız 5, C'miz də 5. Böyüdür 0-dan. Eləyir K kvadratı çıxılsın 100, böyüdür 0-dan. Vuruqları ayırsam K çıx 10, K plus 10'dur. Ayrı-ayrı 0'a bərabər eləsəm, K çıx 10'u 0'a bərabər eləsəm, K olur 10. K plus 10'u 0'a bərabər eləsəm, K-nı alırıq mənfi 10. Demişəm ki, uşaqlar həmişə kvadrat bərabərlikdə AC müsbət olanda və böyük işarəsi varsa, cavab da böyük olmalıdır. Yəni, mənfi sonsuzluqdan mənfi 10'a birləşir, ondan müsbət sonsuza. Əgər kiçik olsaydı eyni misal, onda mənfi 10'dan 10 aralıqda götürmüş olacaq. Bunu intervallayıb da tapa bilərsən, amma belə daha rahatdır deyə şifahi yazdım. Davam edirik. İkinci suala baxıram. Sualda nə deyir? Deyir ki, ax kvadrat üstə gəlinsin bx plus c böyükdür 0 bərabərsinin x-in heç bir qiymətində ödənmir. Nə vaxt ödənmir? Diskriminant mənfi olanda ödənməyəcək. İzah edək də ki, niyə? Bir də a mənfi olmalıdır. Orasından birinci başlayaq. Qaydada var idi ki, ax kvadrat üstə bx plus c diskriminant böyükdür 0-dırsa, bunun həlli mənfi sonsuz, diskriminant mənfidirsə daha doğrusu. Deməli, qaydada var idi ki, ax kvadrat üstə bx plus c böyükdür 0-dırsa. Diskriminant mənfidirsə, bunun həlli mənfi sonsuzluq, müsbət sonsuzluq olmalıdır. Eyni qayda ilə ax kvadrat üstə ax kvadrat üstə bx plus c kiçikdir 0-dırsa. Diskriminant mənfidirsə, bunun həlli boş çoxluq olmalıdır və hər iki halda müsbət olmalıdır. Yəni, çünki mənfiyə bölən işarə dəyişir axı. Deyir, bunu heç bir qiymətdə ödənmir, yəni həlli boş çoxluq olmalıdır. Boş çoxluq olması üçün bu kiçiyə çevrilməlidir. Niyəsində bu qayda niyə belə olur? Onu izah edeyim. Baxın, sizin üçün bir tənlik yazıram. X kvadrat üstə 6x plus tutaq ki, deyək 15. 15 olmasın, lap 13 böyüdür 0. Belə bir bərabərlikdir. Bunu yazaram x kvadrat üstə gəl 6x plus 9 plus 4. Diskriminant tapsaz, diskriminant mənfidir. 13'ü parçaladım. Bu bizə verir x plus 3'ün kvadratı üstə gəl 4. Tam kvadrat ayrılır. Uşaqlar, x plus 3'ün kvadratı, kvadrat həmişə müsbətdən kiçik halda 0 ala bilər. Müsbət ədədir və ya 0'ın üstə 4 gəlirəmsə, yenə müsbət ədədə alınır. Yəni, bura nə qoyuram, qoyum, müsbət eləyəcək. Cavab ödəniləcək. Yəni, mənfi sonsuz müsbət sonsuz. X-in yəni nə qoyursan qoy, cavab müsbət alınacaq. Ona görə də deyir ki, ax kvadrat üstə bx plus c böyük 0 olanda diskriminantı mənfidirsə, bunun həlli mənfi sonsuz müsbət sonsuzluqdur. Və a müsbət olmağını nəzərə almalıyıq. Kiçik də olanda eyni ifadə də elə bilin ki, yazırsınız x plus 3'ün kvadratı plus 4 kiçikdir 0. Bu ifadə heç vaxt mənfi olmaz axı. İncə dedik, kvadrat müsbətdir, üstə 4 gəlsənsə müsbət. Ona görə həlli boş çoxluq olmuş olur. Bizə də burada deyir ki, həlli ödənmir. Ödənməməsi üçün diskriminant bura bərabərliyi kiçikdir 0 olmalıdır. Bunu kiçiyə çevirmək üçün bu a nə olsun? Mənfi olsun. Birinci a mənfi olmuş olsun. Onda alırıq, mənfiyə böləndən sonra elə bil ki, alırıq kiçikdir 0. Yəni, bunun həlli boş çoxluq ola bilər. Nə vaxt diskriminant mənfi olanda? Diskriminant kiçikdir 0. Yaxşı. Diskriminant bəs 0'a bərabər olanda nə baş verəcək? Yenə ödənməyəcək. Niyəsini izah edeyim sizə, uşaqlar. Diskriminantın 0 olan bir ifadə yazıram. Bunu sildirəm sizə. İzah üçün yazmışdım. Diskriminantın 0 olan bir ifadə yazıram. Düşünün, belə bir tənlik vermişəm. Ax 6x plus 9 kiçikdir 0. Bu təbii ki, ödəməyəcək. Bu diskriminantını tapsan 0'dır. Bu ifadə bizə nə verir? X plus 3'ün kvadrat. Sual verirəm, kvadrat 0'dan kiçik ola bilərmi? Yox. Deməli, diskriminant 0 olanda da bərabərsizliyin həlli olmayacaq. Burada kiçik olan daha, kiçik olan halında. Və salam. Cavab olmuş oldu A variantı. Keçirik B variantı. Üçüncü sual. Üçüncü sual intervallar metodudur. Üçüncü sual, sonra altıncı sual. Əslində altıncı sualda şifahi eləmək olar. 21, 22, 19, 18 hamısı eyni misallardandır. İntervallar metodu. İndi gələk intervallar metodunu izah edirəm. Deməli, intervallar metodunda nə olur?
Mötərizələrin hasilləri və nisbəti sonda sıfırdan kiçik və ya böyük olmuş verilir. Və biz nə edirik? Bu mötərizələrin hər birini ayrı-ayrı sıfıra bərabər edib köklərini tapırıq. Bir dəqiqə. X çıx 4-ün kubudur. Hər birini ayrı-ayrı sıfıra bərabər edib. X çıx 5 bərabər 0, x oldu 5. Bir dəfə x çıx 8 bərabər 0, x oldu 8. X çıx 4 bərabərdir 0, x olmuş oldu 4. Ədəd oxu çəkirəm və intervallayaq. Deməli, rəqəmlərimiz 4, 5 və 8. Altında xətt var, yəni kiçikdir, bərabər də olduğu üçün, yəni bu ədədlərin özləri də daxildir, içini qaraladım. İndi intervallarımızı çəkək, mənfi müsbətliyini yoxlayaq. 8-dən böyük, bu hissə 8-dən böyük ədədlər. 8-dən böyük bir ədəd götürək, 9. Aparaq ifadədə yerdən qoyaq, işarəsini təyin edək. 9 çıx 5-in kvadratı. Əslində, bura qoymağa ehtiyac yoxdur, başında kvadrat varsa, onsuz da həmişə müsbət. 9 çıx 8 və 9 çıx 4-ün buna ehtiyac var, çünki kub mənfi də ola bilər. Deməli, 9 çıx 8 müsbət eləyir. 9 çıx 4-də müsbət eləyir. Buna baxmıram, onsuz bunun başında kvadrat var, həmişə müsbət. 3 dənə müsbəti vurdum, müsbət eləyəcək. 5 ilə 8-in arasından tutaq ki, 6 qoyaq. 6 çıx 5-in kvadratı, heç bunu hesablamadan müsbət edirəm. 6 çıx 8 və 6 çıx 4. 6 çıx 4 müsbətdir. 6 çıx 8 isə mənfidir. Müsbət mənfiyə vurdum, elədir. Mənfi. 4 ilə 5-in arasından bir rəqəm qoyaq. 4,5. Deməli, 4,5 çıx 5-in kvadratı olar. Deyək, 4,5-dən 5-in çıxdı mənfi edir axı mənim. Kvadrat var axı uşaqlar. Müsbətdir. Deməli, 4,5 çıx 8 və 4,5 çıx 4. 4,5-dən 4-ün çıxıramsa, bu müsbətdir. 4,5-dən 8-in çıxanda isə bu mənfidir. Mənfini müsbətə vuranda nə edir? Mənfi. Bir dənə də 4-dən balaca ədəd qoyuram. Tutaq ki, 3. Gətirək yerinə 3 qoyaq. 3 çıxılsın 5-in kvadratı müsbətdir, kvadrat müsbətdir. 3 çıx 8 və 3 çıx 4. 3 çıx 8 mənfidir, 3 çıx 4 də mənfidir. Mənfiyə vuranda nə eləyəcək? Müsbət eləyəcək. Fikir verdiniz, 5-in sağı ilə solu eyni işarə alındı. Əslində, normalda ardıcıl davam eləməlidir. Niyə elə olmuş olur? Çünki, niyə elə olur? 5-in başında kvadrat var axı. Hansı mötərizənin başında əgər kvadrat varsa, yəni cüt qüvvət varsa belə deyim, həmin ədədin, yəni 5-in başında kvadrat var, 5-in sağı ilə solu eyni işarə olmalıdır. Bunu bir qayda olaraq yadınızda saxlayın ki, hansı mötərizənin qüvvəti cüt qüvvətdirsə, həmin ədədin sağı ilə solunda işarə eyni olacaq. Məsəl üçün, 31-ci sualda x çıx 6-nın kvadratı verilib. Deməli, 6-nın sağı ilə solunun işarəsi eyni olacaq. Qalanlar ardıcıl gedəcək. Bir şey ilə nəzərdə çatdırım. Mən əslində bunların bir dənə bunu tapmaq mənə kifayət edirdi. Necə deyərsiniz? Baxın, bunların hamısını silirəm. 9 qoydum, 9 çıx 8 müsbət, 9 çıx 4 müsbət. Birinci tərəfə qoymadım, onsuz da kvadrat var bir müsbət. Bu müsbət. Sonrakına gəlirəm. Bu kvadrat yoxdur, düzdür, 8-in başında. Deməli, ardıcıl getməməlidir. Bura olmalıdır mənfi. 5-in başında kvadrat varsa işarələr sağı ilə solunda eyni olmalıdır. Deməli, bura mənfi qoymuşdum, sapı doldu mənfi. Bura niyə mənfi qoydum, müsbət yox? 8-in başında cüt qüvvət yoxdur, axı 2 sağı ilə solu eyni olsun. Onun yerdə bu müsbət isə bura mənfi olmalıdır. 5-in kvadrat var deyə başında sağ ilə sol eyni işarə olmalıdır, mənfi. 3 dənə mənfi yanaşı olmaz. 2 dənə mənfi var, 3-cü olmalıdır, müsbət. Həm də ki, 4-ün başında cüt qüvvət yoxdur, axı tək qüvvətdir. Ona görə 4-ün sağ ilə solu fərqli ədəd olmalıdır. Bura mənfi qoymuşamsa, avtomatik qoymuşdan qaldı. Müsbət. İndi sizdən nə istəyir? Kiçikdir, bərabərdir 0. Mənfi qoyduğum hissələr. Mənfi qoymuşum 4 ilə 5-in arasında, 5 ilə də 8-in arasında. Biz bunu belə yazmırıq ki, 4-dən 5-ə birləşir, 5-dən 8-ə. 5-in özü daxildir də. Ona görə belə yox, birbaşa yazırıq 4-dən 5-ə. Əgər 4-dən 5 daxil olmasaydı, yəni bu 5-in içi ağ olsaydı, yazacaqdım 4-dən 5-ə birləşir, 5-dən 8-ə. Amma 5-in özü də daxildir deyə, qaralanıb deyə, birbaşa 4-dən 8-ə yazacağım. Yəni 4-dən 5-ə, 5-dən 8-ə yox, birbaşa 4-dən 8-ə yazmış olacaq. Məsələn, cavab oldu A variantı 4-dən 8-ə. Davam edirik. 4-cü sual. Nədir 4-cü sualımızda? 4-cü sualda deyir ki, x kvadrat çıxılsın 2 vurulsun m plus 3 vur x üstəgəl 36 bərabərdir 0. Tənliyinin həqiqi kökləri yoxdur. Kvadrat tənliyinin həqiqi kökü yoxdursa, diskriminant kiçikdir 0 olmalıdır.
Diskriminant b kvadrat. Bu bizim b'de opşi. Bu da c'dir. A'mız da onsuz da budur. Yəni 1'dir. b kvadrat. 4 vurulsun n plus 3'ün kvadratı. Niye öyle oldu? 2'nin kvadratı 4, n plus 3'ün kvadratı yerinde. N plus 3'ün kvadratı yerinde kaldı. Çıxılsın 4 vurulsun. A'mız 1, c'miz ise 36. Küçüğü sıfırdan. Ve salam 4 vurulsun m kvadrat. Üstə gəl 6m plus 9. Çıxılsın 36'nın 4'ü 144. Küçüğü sıfırdan. 4'e vururam. Mörtəzəni açaq. İndi sadələşdirək. 108 küçüdür. Sıfırdan 4'e bölək. Şimdi bunu viyetle tapaq. Vuranda mənfi 27, toplayanda da mənfi 6 eləyən ədəd mənfi 9 ilə müsbət 3'dür. İntervallaya da bilərsiniz uşaqlar. Yəni 3'dən böyük ədəd qoyuram. Məsəl üçün 5. 5'in kvadratı 25, 6 vur 5, 30. 25 ilə 30'u toplayıram. 55, 55'dən 27 çıxıram. Müsbət, müsbət, mənfi, müsbət. Mörtəzə yoxdur ki, başına kvadrat zad olar ki, işarələr ardıcıl getməyə. Mörtəzənin başında kvadrat yoxsa işarələr ardıcıl düzdür. Birini tapdım müsbət, o birisi mənfi, avtomatik o birisi də müsbət olmalıdır. Bizdən kiçikdir dediyi üçün, yəni mənfi qoyduğum isə mənfi qoymuşam, mənfi 9'dan 3'ün içərisinin arasını. Amma mən bunu heç intervallamıram. Həmişə deyirəm ki, uşaqlara kvadrat bərabərsizlikdə A-sı müsbətsə, kiçikdirsə cavab da kiçik olmalıdır. Yəni aldığınız ədədlərin özü. Böyük olanda cavab da böyük olmalıdır sonsuzluqla. Və sonra burada kiçikdir olduğu üçün cavab elə ədədlərin özü olmuş oldu. Davam edirik. Altıncı misal. X üstü 4 kiçikdir 81. Uşaqlar, 81'i o tərəfə keçirib A kvadrat çıxıb B kvadrat üstündə tətbiq eləmirlər. Amma birbaşa hansı ədədin X üstü 4 bərabərdir 81 kimi, adi tənli kimi düşünsək, deməli X bərabər olur plus minus 3'ə. Və demişdik ki, kvadrat bərabərsi kiçik olanda cavab elə ədədlərin özü olmuş olur. Yəni mənfi 3, 3 arası. O da var yəni. Məsəl üçün 7-ci sualda böyükdür dediyi üçün. X üstü 4 bərabərdə 16'dırsa mənfi 2 müsbət 2'dir də. 2 üstü 4 də 16'dır. Mənfi 2 üstü 4 də 16'dır. Cavab olacaq mənfi sonsuzluq mənfi 2. Birləşir 2 müsbət sonsuz. Yəni cavab böyük olmalıdır. Çünki orada X üstü 4 böyüdür 16 qoyulub. İndi keçək 8-ci suala. X kiçikdir x kvadrat bölü 3 üstə gəl x çıx 9. 3'ə vuraq ki, kəsirdən azad edək. Daha rahat olsun. 3x'i 3'ə vurdum. 9x. X kvadratı bölü 3'ü 3'ə vuranda 3'lər gedir, qaldı x kvadrat. 3x'i 3'ə vurdum. 3x 9'u da 3'ə vurdum. 27. Keçirim bir tərəfə. Kvadrat tənlik həll edək. Deməli 9x çıxılsın, x kvadrat çıxılsın, 3x-də gəlsin 27. Kiçikdir 0'dan. Mənfi x kvadrat 9x-dən 3x çıxdıq 6x üstə gəl 27. Kiçikdir 0'dan. Mənfiyə bölürəm. Bərabərsin işarəsini dəyişir. İndi nə baş verir? Vuranda mənfi 27, toplayanda isə 6 eləyən ədəd, müsbət 6 eləyən ədəd. 9 və mənfi 3 olmuş olacaq. Bu dəfə 4-cü misaldakı kimi mənfi 9, 3, yəni mənfi 3, 9 götürməyəcəm ədədlərin özlərini. Niyə? Axırıncı misalıma baxın, böyükdür 0. Böyük olduğu üçün cavab da böyük olmalıdır. Yəni mənfi sonsuzluq mənfi 3 birləşir 9 müsbət sonsuzluq. Dediyim kimi yenə də intervallamaq olar, amma belə daha rahatdır. Gələk 9-cu suala. 9. Deməli, misal belədir, x kvadrat üstə 4x çıxılsın 5 kiçikdir bərabər 0. Vuranda mənfi 5, toplayanda da mənfi 4 eləyən ədəd mənfi 5 ilə müsbət 1-dir. Kiçik olanda cavab ədədlərinin özləri olmuş olur. Mənfi 5, 1. Mörtəzələr də ona görə kvadratik oldu ki, mənfi 5 də daxildir, 1 də daxildir. Baxın, daxili buradan bilirik, bu altındakı xəttə görə. Və salam, intervallaya da bilərik. Belə mənə rahatdır. 11-ci sualı yazıram. Eyni misaldan da əslində. Vurub atsın kvadrat tənliyi alınacaq. Amma vurub atmağa ehtiyac yoxdur. Ayrı-ayrı 0-a bərabər elədim. Bu mənfi 1 eləyir. X çıxıcı da 0-a bərabər eləyir. 3. Kiçikdir onun da dediyimiz kimi ədədlərin özüdür cavab. Mənfi 1, 3. Vəssalam. 12-ci sualı gəlin buradan yazım uşaqlar.
12-ci sualda əslində eyni misaldandır, sadəcə orada böyüdür veriləndir. Dəyişən bircədən oldu. Deməli, misalda verib y çıxılsın 4, y plus 2 böyükdür, bərabərdir 0. Y çıx 4-ü 0-a bərabər etsəm y 4-dür. Y plus 2-ni 0-a bərabər etsəm mənfi 2. Böyük olanda cavab da böyük olmalıdır. Yəni, mənfi sonsuzluqdan mənfi 2-yə birləşir 4-dən müsbət sonsuzluğa. Və salam. Kvadrat bərabərlərin hamısında bu üsul keçərlidir. Davam edilir uşaqlar. 13-cü sual. 13-cü sual biraz fərqlidir bunlara baxanda. Amma yazaq. Nə mənada fərqlidir? İndi izah edəcəm sizə. Belə bir bərabərsizlik verir. Bu bizə müxtəsər verirmi? X kvadratı çıx 5-in kvadratıdır. Sual verirəm. Kvadrat kiçikdir, bərabərdir 0. Yəni, mənfi və 0 olduğu hissəni istəyir. Neysə kvadrat mənfi eləyə bilər? Yox, qalır 0-a bərabər olmaz. Deməli, bu J bərabərsizlikdən çıxır, olur tənlik. Yəni, neysə kvadratı mənfi ola bilməz. Yalnız və yalnız 0 ola bilər. Çünki tənlik olmuş oldu. X kvadratı bərabərdir 5, x də bərabər plus minus kök altda 5. Cavab. Uşaqlar çaşır, məsələn, götürürlər B variantını. Mənfi 5, müsbət kök altda 5. Xeyr, cavab D variantıdır. Mənfi kök altda 5 və kök altda 5. Aralıq yox. Çünki bu tənliyə çevrildi axı. Tənliyə çevrildiyi üçün də mənfi 5 ilə, mənfi kök 5 ilə müsbət kök 5-in arası deyil. Mənfi kök 5 və müsbət kök 5-in özüdür. Yalnız bu ikisi ödəyir. Bir də markeri götürün. Bu belə. Sonra 14-cü suala baxırıq. Deyir ki, A parametrinin hansı qiymətində bərabərsizliyin bütün həqiqi, x-in bütün həqiqi qiymətində doğrudur. Deməli, bayaq əslində izah elədim sizə ikinci sualda. İkinci sualda izah elədim ki, ax kvadrat üstəgəl bx plus c böyükdür 0 bərabərsizliyə diskriminant mənfi olarsa, həlli mənfi sonsuzluq, müsbət sonsuzluq olmuş olur. Diskriminant mənfi olanda. Qaydamız budur ki, bütün x-lar üçün ödənilir. Həmişə doğrudur, həmişə yanlışdır, həmişə mənfidir. Bütün x-lar üçün müsbətdir. Nə bilim, x-in istənilən qiymətində doğrudur. Deməli, diskriminant kiçikdir 0. Bunu bir qayda olaraq yadda saxlayın. A, B, C. Diskriminantımız buydu. B kvadratı çıxılsın 4A isə kiçikdir 0-dan. B-miz 5A'dır. 5A'nın kvadratı çıxılsın 4 vurulsun. A'mız 1, C'miz də 4 kiçikdir 0. Və 25A kvadratı kiçikdir 16 kiçikdir 0-dan. Bunu da müxtəsər kimi 5A çıx 4, 5A plus 4. Ayrı-ayrı 0-a bərabər edirəm. 5A çıx 4 bərabərdir 0. 5A bərabərdir 4-ə. A da bərabərdir 4 böl 5. Yəni 5-də 4. İkincini də eyni qayda ilə 0-a bərabər edəlim. 5A bərabərdir mənfi 4. A da bərabərdir mənfi 5-də 4. İkisi yolla nə götürdük dedik kvadrat bərabərində? Aldığımız ədədlərin özü mənfi 5-də 4 və müsbət 5-də 4. Mənfi 5-də 4 və müsbət 5-də 4. Cavab oldu B variantı. 15-ci sualda eyni qayda. Keçirik 16-cı suala. 16-cı sualda bir növ ikinci bölmədəki misallara oxşuyur. O qarşıdakı 2 çıx kök 10-un mənfi və ya müsbət olmağına baxacağıq. Birinci işimiz x plus 6 x çıx 7 böyükdür bərabərdir 0. Deməli, uşaqlar, 2 çıx kök 10. Bərabərsizliyin deyir, tam həllərinin cəmini tapmaq lazımdır. Gəlin baxaq, 2 çıx kök 10 mənfidir ya müsbətdir? 2 çıx kök 10. 2-ni kökün altına saldı, deyir kök 4 çıx kök 10. Təbii ki, 4 çıxan mənfi eləyəcək, 4-dən 10 çıxan. Bu oldu mənfi. Deməli, bu mənfidirsə, bərabərsizliyi mənfiyə böləndə bərabərsizliyi neyinirdi? İşarəsini dəyişirdi. Deməli, x plus 6 vurulsun x çıx 7 böyükdür, yox, kiçikdir, bərabərdir 0 olmuş olacaq. Bu belə. Bunun özü hara yoxa çıxdı? 0-ı nəyə bölürəm bölüm? 0-dır. Yəni 0-ı 2 çıx kök 10-a böləndə nə olacaq? 0. İndi hərəsini ayrı-ayrı 0-a bərabər edirəm. X oldu mənfi 6. X çıx 7 də 0-dır. X də oldu 7. Demişdik ki, kiçik olanda aldığımız cavablar bizim həllimizdir. Yəni mənfi 6-dan 7-yə. Sizdə də soruşum. Tam həllərinin cəmi. Mənfi 6-dan 7-yə tam ədədlər toplayır. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, mənfi 6-dan müsbət 6-ya qədər hamısı islah olunur. Yəni, mənfi 6-dan 6, mənfi 5-dən 5, mənfi 4-dən 4 hamısı gedir. İndi bir dənə oldu, qaldı 7.
Deməli, 17-ci sualda eyni qayda ilə 18-ci suala baxırıq. 18-ci sualda bir növ əvvəldə var idi, 3-cü sual falan. Onlarla eyni qaydada həll olunur. 3-cü sual, nə bilim. Bəli, ayrı-ayrı sıfıra bərabər eləyəcəkdir. Gəlin, başlayaq yazmağımıza. 18-ci sual, deməli, sualımız belə idi. X plus 4-ün kvadratı vurulsun 3x çıx x kvadrat böyükdür, bərabər 0. Ödəyən ən kiçik tam ödür. Deməli, uşaqlar, birinci mötərizədən heç nəyim yoxdur, saxladım. İkincidən x-i ortaq çıxarda bilərəm. Çıxardaq, böyükdür, bərabər 0. Ayrı-ayrı sıfıra bərabərdir. X plus 4 bərabərdir 0. X bərabərdir mənfi 4, x bərabərdir 0 və 3 çıx x bərabərdir 0. Buradan x-i də aldıq 3. Ədəd oxu çəkirik. Mənfi 4, 0, bu da 3. Hamısı daxildir. Hamısı daxildir. Aha. Deməli, qiymət qoyub yoxlayacaq və baxın, x plus 4-ün başında kvadrat var, yəni 4-ün sağı ilə solunun işarəsi eyni olmalıdır. Bunlar ardıcıl gedəcək, bir dənə bunlar eyni olacaq. Baxaq, yoxlayaq. X-in yerine 3-dən böyük ədəd götürək. Tutaq ki 4. Burada 4 qoyub yoxlayıram. 4 plus 4-ün kvadratı vur 4, vurulsun 3 çıx 4. Əslində, bura qoymağın mənası yoxdur, hansı da kvadrat müsbət. Bu ikisində 3 çıx 4 mənfi elədik. 4-ün özü müsbət, mənfi vurdum. Mənfi, bu mənfi. Bu olacaq müsbət, ardıcıl getməliyik. İndi 4-ə çatdıq. Sağlı ilə solda. Nə qoyum? Deməli, uşaqlar, mən bura müsbət qoysam, burada müsbət qoymalıyım. Çünki 4-ün sağ ilə sola eyni olmalıdır demişəm. Onun 3 dənə müsbət yanaşı olmuş olacaq. O da ola bilməz. Onda deməli, bura mənfidir. Bu mənfidirsə, 4-ün digər tərəfdə mənfi olmalıdır başındakı kvadrata görə. Amma yenə də deyirəm, 0-dan 2-nin arasından, 0-dan 3-ün arasından məsələn 2 götürüb bura qoysam, yoxlasam, müsbət edəcək. Mənfi 4-dən 0-ın arasından mənfi bir yerinə qoyub yoxlasam, mənfi edir. Mənfi 4-dən balacı bir mənfi 5 qoysan, yenə mənfi edərmiş olur. Sizdən də nə istəyir? Böyükdür, bərabərdir, 0. Bu siz nə deməkdir? Bərabərsizliyin müsbət və 0 aldığı yer. Müsbət aldığı yer 0-dan 3-ə. 0 aldığı yer mənfi 4, 0, 3'dür. Burada 0-dan 3 var. Amma mənfi 4 bu arada yoxdur deyə. Əlavə olaraq da bir dənə təkcə mənfi 4 yazılmış olacaq. Yəni mənfi 4 birləşir 0-dan 3-ə. Deyir ki, bərabərsizliyi ödəyən ən kiçik tam ödür. Təbii ki, mənfi 4'dür. Ən kiçiyimiz olacaq D variantı. Mənfi 4. 20-ci sual. 20-ci sualın 18-ci sualdan heç bir fərqi yoxdur. Ayrı-ayrı sıfıra bərabər eləyib intervallamaq lazımdır. Gəlin. Yazaq. X kvadrat çıx 9 x plus 1 kiçikdir 0'dır. Bunu uşaqlar. X kvadrat vurulsun. Sürəti x çıx 3. X plus 3 kimi vuruqları ayırdım. Məxrəc oldu x plus 1. Kiçikdir 0'dan. İndi nə edirəm? Hərəsini ayrı-ayrı 0'a bərabər edəcəm. Deməli, x kvadratı bərabər 0. X oldu 0. X çıx 3 0'dır. X oldu 3. X plus 3 0'dır. X oldu mənfi 3. Və x plus 1 0'dır. X oldu mənfi 1. Ədəd oxu çəkirəm, ədədləri düşürəm. Mənfi 1, daha doğrusu mənfi 3, mənfi 1, 0 və bu da olsun 3. İndi x-in yerinə 3-dən böyük ədəd qoyaq, 4. Yenə burada kvadrat var, burada qoymağa ehtiyac yoxdur, bura qoyaq. 4 çıx 3 müsbət, 4 üstə gəl 3 müsbət, 4 üstə gəl 1 müsbət. Deməli 3 ilə müsbətdir, bu oldu müsbət. Ardıcıl işarələrim gedəcək. Amma nədir məsələ? Fikir verirsiniz, x kvadrat bərabər 0, buradan 0 alın. 0'ın sağı ilə solu eyni olmalıdır. Müsbət, olsun mənfi. 0'ın sağı ilə solu eyni olmalıdırsa, bu olacaq mənfi avtomat. Bax, işarələri ardıcıl düşməliyəm. Bunu müsbət tapdıq da. X-in yerine 4 qoydum. 4 çıx 3 müsbət, 4 plus 3 müsbət, 4 üstə gəl 1 müsbət. 20 müsbət qoydum. Bax, 0-dan 3'ün arasından 2 ya 1 qoyub yoxlaya bilərsiniz. Amma ardıcıl getməlidir. Müsbət, sonra bu oldu mənfi. İndi axı dedik ki, bunun başında kvadrat var deyə 0'ın sağı ilə solu eyni almalıdır. Mən bura mənfidirsə, bu da mənfi. Sonra ardıcıl düzəcəksən, bu müsbət, bu da mənfi və salam. Ya da belə düzə bilmirsinizsə, 1-1 yoxlayın. Buradan 1 qoyub, buradan mənfi 0,5 qoyub, buradan mənfi 2 qoyub, buradan mənfi 5-dən 6-dan qoyub yoxlaya bilərsiniz. İndi gələk cavab yazmağa. Kiçik 0, yəni mənfi qoydum. Mənfi qoyduğum hissə bir budur. Yəni mənfi sonsuzluqdan mənfi 3'ə qədər
Bir də baxın mənfi 1-dən 0-a, 0-dan 3-ədir. Bunu mənfi 1-dən 3-ə yaza bilmirik. Bayaq bir misalda elə yazmışdıq. Burada yaza bilmirəm birbaşa mənfi 1-dən 3-ə. Çünki 0 daxil deyil. Əgər 0-ın içi qaralanmış olsaydı birbaşa yazardım mənfi 1-dən 3-ə. Ona görə yazırıq mənfi 1-dən 0-a və birləşir 0-dan 3-ə. Və salam. Misalımızı həll eləmiş olduq. Deyir, ödəyən ən böyük tam ədəd. Böyük dediyi üçün sağ tərəfə baxımda 0-dan 3-ün arasında ən böyük tam ədəd 2-nin özü olmuş olacaq. 0 daxil, 3 daxil deyil. Ona görə də 2-nin özünü götürmüş olacaq. 21-ci sual eyni misaldandır birini. Ayrı-ayrı 0-a bərabər edəcəksiniz və salam. Amma gəlin yazaq. 21, 22, hətta 29, 30, 31, onlar hamısı eyni misaldandır. 29, 30, 31 sırf misal üstdən eyni misaldır. Yəni mötərizə cəhətdən də eynidir hətta. Onları da bilin yazaram. Deməli, uşaqlar yazırıq sizin üçün 21-ci sualı. Sual 21. Deməli, misal belədir. X kvadratı vurulsun 2x plus 1 vurulsun x çıx 3 kiçikdir bərabər 0. Deməli, x kvadratı bərabərdir 0. X oldu 0. Deməli, ədəd oxumda 0-ın sağı ilə solu eyni olacaq. Onun başında kvadrat var. 2x bərabərdir mənfi 1. Mənfi 1 də 2-yə böləndə mənfi 0,5. X çıx 3 bərabərdir 0. X də oldu 3. Ədəd oxu çəkirəm. Mənfi 0,5, 0 və 3. 3-ün neçini qaraladım. Deməli, aparan x-in yerinə qoyaq. İstəmək 4. Burada qoymayacağım. O üstə 4-ün kvadrat müsbət burada. 2 var, 4 üstə gəl 1 müsbət. 4 çıx 3 müsbət. Bura oldu müsbət. Ardıcıl düzəcəm. Mənfi. Bu olacaq mənfi. Niyə? 0-ın başına görsün kvadrat olandan 0 alın. Sağ ilə solu deməli eyni olmalıdır. Mötərizənin başında kvadrat varsa o mötərizədən alınan ədədin sağ ilə solun işarə eyni olmalıdır. Bu müsbətsə sonra mənfi gəlməlidir. Avtomatik 0-ın sağ ilə solda eyni olmalıdır. 2 dənə mənfi. Bu da olacaq müsbət. Sənə lazım? Kiçikdir 0 mənfilər. Bunun mənfi 0,5-dən 0-a 0-dan 3-ə yazmayacağıq. Birbaşa mənfi 0,5-dən 3-ə yazacağıq. Çünki 0-ın özü də bura daxildir. Məsələn. 22 də eynidir. Gəlin 23-cü sualı həll edək. Yenə ayrı-ayrı 0-a bərabər edirəm. 23-cü sualımız. Baxaq suala. Deməli, 23-cü sualda uşaqlar deyir ki, x kvadrat üstə gəl 5 vurulsun 3 çıx x vurulsun x plus 2-də 1 kiçikdir 0-dan. Yenə ayrı-ayrı 0-a bərabər edirəm. X kvadratı plus 5 bərabərdir 0, x kvadratı bərabərdir mənfi 5. Bunun həlli yoxdur, kvadrat mənfi olmaz. Elə bilin ki, bu yoxdur. Qaldı bu hissə uşaqlar. 3 çıx x bərabərdir 0-a, x bərabərdir 3-ə və x plus 2-də 1 bərabərdir 0-a, x bərabərdir mənfi 2-də 1-ə. İndi bunu intervallayacağım. Bəzən uşaqlar deyir ki, müəllim, axı demişdiniz ki, kvadrat bərabərsiz olanda bu x kvadrat üstə 5-i tulladıqda kvadrat bərabərsiz qaldı. 2 mötərizə qaldı. Kiçik olanda ədədlərin özünü götürdük. Niyə özünü götürməlisiniz, intervallayırsınız? Ona görə ki, uşaqlar, burada normal deyil düzülüş. Niyə? Normalda x çıx neçəsi olmalıydı, düzgün yazılış buydu. O formada deyil deyə, deməli, mən bunu ədəd oxunu düzəcəm. 3-dən böyük. Tutaq ki, 4 qoyaq. 3 çıx 4, mənfi, 4 üstə gəl 2-dən 1 müsbət. Mənfi müsbətə vuranda edir mənfi. Bura oldu mənfi. İşarələrdə ardıcıl gedəcək. Şu kvadrat olandan kök alınmayıb deyə, yəni işarələr eyni olmayacaq yan-yana. Oldu belə. Sizdən də nə istəyir? Kiçikdir 0, yəni mənfi qoyduq bura. Mənfi qoymuşam 1 bura, mənfi sonsuzdan mənfi 2-də 1-ə. Mənfi 1 də qoymuşam 3-dən bu tərəfə, yəni 3-dən müsbətə doğru. Birləşir 3-dən müsbətə doğru. Məsələn, 24-cü sualda eyni. 25-ci sual, bayaq yazdığım 14-cü sualla eyni şeydir. Nədir? Deyir ki, x-in bütün həqiqi qiymətlərində doğrudur bu bərabərsizlik. X-in bütün həqiqi qiymətlərində doğrudursa, diskriminant kiçikdir 0 qoymalıyıq. Yəni, eyni misal yazıram. Bəli, bu bütün x-lar üçün ödənilirsə, diskriminant kiçikdir 0 olmalıdır. Diskriminant kiçikdir 0. Diskriminant tapaq b kvadrat, yəni 2a-nın kvadratı çıxsın 4 vurulsun a vur s. Kiçikdir 0-dan. Deməli, 4a kvadratı çıxsın 36 kiçikdir 0-dan. Bunu uşaqlar vuruqlara da bilərsiniz. 4-ə bölüm a kvadratı çıx 9 kiçikdir 0-dan. A çıx 3, a plus 3
kiçikdir 0-dan. Ayrı-ayrı 0-a bərabər eləyəndə A çıxı 3-ü 0-a bərabər elədim 3. A plus 3-ü 0-a bərabər eləyəndə -3. Kiçik olduğu üçün cavab elə ədədlərin özünü -3, 3. Burada normaldır çünki A çıxı 3-dür. 3 çıxa deyil ki, deyim ki, qarman qarışıqlıqdır. Və salam. Cavab oldu -3, 3. İntervallıya da bilərsiniz uşaqlar. O müsbət mənfi qoya da bilərsiniz, yoxlaya bilərsiniz. Mən eləmirəm onu. Bu formada yazdım. Yazırıq indi 27-ci sualı. 62 dənə sualdır. 27-ci sualımız. Deməli uşaqlar, 27-ci sualımız belədir. Sual x kvadrat üstəgəl 3x çıx 1-in mötərizə kvadratı kiçikdir, bərabərdir. X kvadrat çıxılsın 7x üstəgəl 1 mötərizənin kvadratı. Keçirək bir tərəfə və həll etməyə çalışaq. Deməli, bir tərəfə keçirirəm. Oldu belə. İndi bunu A kvadratı çıx B kvadratı müxtəsər vurma üsulunu tətbiq edirəm. Yəni bir dəfə bundan bunu çıxıram, bir dəfə də toplayıram. Gəlin hesablayaq. Birinci çıxacaq uşaqlar. Çıxanda işarələri dəyişməlisiniz. Yəni çıx x kvadrat, çıx yox, üstəgəl 7x, çıx 1 işarələr dəyişdi. Çıxanda işarələr dəyişir. İndi bir dəfə də bunu toplayırsınız. Toplayanda heç nə dəyişmir. Birincini olduğu kimi yazdım. Üstəgəl indi ikincisini olduğu kimi yazdım. Kiçikdir, bərabərdir 0-dan və salam bunu sadələşdirəcəm. X kvadratlar getdi. 3x-dən 7x edir 10x. 1-dən də 1 edir 2. Burada 1-lər getdi. 1 mənfi 1 müsbət. X kvadratları toplanır 2x kvadrat. 3x-dən 7x çıxırsınız. Mənfi 4x. Kiçikdir, bərabərdir 0-dan. İndi burada nəyə ortaq çıxarda bilərəm? 2x kvadratı çıx 4x-dən. 2x-i. Buradan 2x-i ortaq çıxardaq. 10x çıx 2 vurulsun. 2x ortaq çıxardığında qalır x çıx 2. Kiçikdir, bərabərdir 0. Ayrı-ayrı 0-a bərabər edirəm. 10x çıx 2 bərabərdir 0-a. 10x bərabərdir 2-yə. X bərabərdir 10-da 2. Və yaxud 0,2 ya 5-də 1. Variantda 5-də 1 nə verib deyə elə 5-də 1 yazdım uşaqlar. İndi gələk bu. 2x bərabərdir 0, x oldu 0. X çıx 2 bərabərdir 0. Buradan da x oldu 2. Ədəd oxu çəkib ədədləri düzək. Burada intervallamalıyıq. 0, 5-də 1 və 2. Bunların hamısı daxildir. Deməli, birinci 2-dən böyük ədəd qoyaq 3. 10 vur 3 çıx 2 eləyir 28 müsbət. 2 vur 3 müsbət. 3 çıx 2 müsbət. 3-ü də müsbət elədi. Bu müsbət. Kvadrat görmürük ki, axırıncı ifadəmizdə yox. İşarələr ardıcıl keçir. Müsbət, mənfi, müsbət, mənfi. İndi bizdə nə lazımdır? Kiçikdir, bərabərdir 0. Yəni mənfi qoyduğumuz hissələr. Mənfi bir bura qoymuşam. Mənfi sonsuzdan 0-a. Deməli, cavabım olacaq. Mənfi sonsuzluqdan 0-a, 0-ın öz daxili birləşir. Bir də 5-də 1-dən 2-yə. Məsələn, cavab oldu D variantı uşaqlar. 29, 30, 31 yazmıram. Misal 3-lə eyni şeydir və yaxud misal 20-lə eyni şeydir, 21-lə eyni şeydir yazmıram ona görə də. Misal 32 yazacağım. Sual. Baxaq. Deyir ki, misal verib, misalı köçürək. Deməli, nədir? B-nin hansı ən böyük tam qiymətində 4 ədədi bu bərabərsizliyin həlləri çoxluğuna daxildir. Bərabərsizliyin həlli isə, yəni nədir o 4? X-dir da. X-in yerinə 4-ü qoy, B-ni tam. Nə salam? X-in yerinə 4 qoyacağım. 2 vur 4-ün kvadratı üstəlik B-yə vur 4 çıx 54. Kiçikdir, bərabərdir 0. 16 2 vurdum 32. Üstə gəlib 4B çıx 54. Kiçikdir, bərabərdir 0. 4B çıx 54-dən 32-ni çıxanda mənfi 22.
4b kiçikdir bərabərdir 22. 22-ni də 4-ə bölürəm. B kiçikdir bərabərdir 5,5. B 5,5-dən kiçikdirsə, ən böyük neçə ola bilər? 5-dir təbii. Məsələn. Keçirik uşaqlar. 34-cü sual. Mənfi sonsuzlu müsbət sonsuzlu aralığında təyin olunmuş y bərabərdir fx funksiyasının qrafikinə əsasən x kiçikdir 0 bərabərsizliyinin həllini müəyyən edin. Məsələn, rahat bir şeydir. Qrafikə baxıb cavab deyəcək uşaqlar. Əslində bərabərsizliyin özünü də qurmaq olar. Amma demir bərabərsizliyi qur. Deyir, qrafikə bax, mənə həllini de. Deməlidir ki, fx kiçikdir 0. Yəni mənfi olduğu qiymət. Funksiya mənfi olmağı x-dən aşağıda yerləşir. X-dən aşağı yerləşir. Bax, bir buradan var. 2 versiniz. X-dən aşağı, x oxundan aşağı yerləşir. Bir buradan var. Bir də 3-dən bu tərəfə doğru görürsə, x oxundan aşağıdadır. Mənfi 1-dən 3-ə qədər x oxunun yuxarısındadır. Mənfi 5-dən sol tərəfə, yəni mənfi sonsuzluğa doğru da x oxundan yuxarıdadır, yəni müsbət alır. Yəni fx kiçikdir 0 o demək ki, x oxundan aşağıda yerləşir. X oxundan aşağı bir buradır, mənfi 5-dən. Mənfi 1-ə, bir də 3-dən bu yana. 3-dən yəni müsbət sonsuzluğa sahib olur. Mənfi 5-dən mənfi 1-ə, 3-dən müsbət sonsuzluğa və salam, bitdi. Otuz sual. Deməli 36, 37, 40, 41 eyni ifadələrdən uşaqlar. 36 yazım, sonra 40 izah sonra 38 arasında, yəni sonra yazacağım. Deməli uşaqlar 36. Bu 36-mız. Bir dənə bura 40-da yazdım uşaqlar. Misalı köçürüm, arasındakı fərqi sizə izah etmək istəyirəm. Deməli uşaqlar, modullu ifadədir. Belə izah edeyim sizə, loru dil. Baxın, modulda 5 nə çıxır? 5. Modulda mənfi 5 nə çıxır? 5. Fikir verirsiniz, müsbət ədəd olanda sağla sol eyni şey olmuş olur. Mənfi ədəd olanda sağla sol əks ədəddir. Mənfi 5, 5. Fikir verdiniz. İndi baxaq, sağla sol eyni şeydir. Deməli, eyni şeydirsə bu neyəcək? Ədədiymiş müsbət. Baxın, sağla sol eynidirsə müsbət ədəddir. Sağla sol eynidir. Yəni, burada x kvadrat, 5x, 5x, mənfi 6, mənfi 6. Deməli, bu müsbətdir. Sağla sol eynidirsə müsbətdir. Müsbət olmaqda böyük bərabərdir 0 olmaqda. İndi buna gələm. Sağla sol baxaq. X kvadrat burada olub mənfi x kvadrat. Mənfi x burada olub müsbət x. Mənfi 12 olub 12. Əksdilər. Bunun kimi. Əksdilərsə deməli, bu mənfidir. Yəni, x kvadrat çıxılsın, x çıxılsın 12. Kiçik bərabərdir 0. Mənfi olmaq 0-dan kiçik olmaq demək. Və salam 0 da ola bilər də bilirsiniz. 0-ın mənfisinə müsbətin fərqi yoxdur deyə 0 da ola bilər. Şimdi bu bərabərlikləri həll etmək lazımdır. Oranda mənfi 12 toplayanda da 1 eləyən ədəd. 4 ilə mənfi 3-dür. Kvadrat bərabərlikdə bayaqdan bəlkə 5 dəfə, 10 dəfə demişəm. Kiçikdir olanda kvadrat bərabərlik. Aldığınız ədədlər həmin bərabərliyin həllidir. Yəni mənfi 3 ilə 4. Kvadrat da ona görə, mörtəzə də ona görə kvadratikdir ki, kiçikdir bərabərdir qoymuşuq. Yəni 0 da olar. Çünki 0-ın mənfisinə müsbətin fərqi yoxdur deyə hər bir halda ödəyə bilər. İndi buna gəlirəm. Vuranda mənfi 6, toplayanda da mənfi 5 eləsin deyə mənfi 6 ilə müsbət 1-dir. Vuranda mənfi 6 edir, toplayanda da mənfi 5. Kvadrat bərabərlik böyükdür olanda cavab da böyük olmalıdır. Yəni sonsuzluqla, mənfi sonsuzdan mənfi 6-ya daxildir deyə kvadratik mörtəzə 1-dən də müsbət sonsuz. Yəni cavab da sonsuzluqlarla olmalıdır, böyük olmalıdır. Deməli 40-da cavab oldu A variantı. 36-da isə nə istəyir orada bir cərgə? Ən kiçik kökünü tapın deyir. Aha, mənfi 3 ilə 4-ün arasında ən kiçik tam ədəd mənfi 3-ün özü olmuş olur. Çünki mənfi 3-ün özü də daxildir uşaqlar. İndi 38-ə baxalım. Arada qalmışdı. Deməli, gəlin yazırıq 38-ci sualımız. Sualımız belədir. Deyir ki, x kvadrat çıxılsın, m çıx 1 vur x üstə gəl. M çıx 2 bərabərdir 0. Tənliyinin kökləri üçün x1 verilənləri yazıram. x1-in kvadratı üstə gəl x2-nin kvadratı plus 2 kiçikdir 7 m plus 1.
şərti ödənər. Deməli, uşaqlar, birinci bunu müxtəsər kimi açaq. x1-in kvadratı üstəgəl x2-nin kvadratı, a kvadratı üstəgəl b kvadratı üstünü tətbiq edilsə, x1-in üstəgəl x2-nin kvadratı çıxılsın 2x1 x2 eləmiş olacaq. Deməli, x1-in kvadratı üstəgəl x2-nin kvadratını, a kvadratı üstəgəl b kvadratı düsturunu tətbiq edirəm. Olur x1 üstəgəl x2-nin kvadratı çıxılsın 2x1 plus 2x1 vur x2. Üstəgəl bu 2 öz yerində, sağdakı 7m plus 1 də öz yerində. Gətirək, yerinə qoyaq. x1 isə x2. Bu bizim cəmdir. Bu da bizim hasildir. Düzdür? Y-ə görə. Cəmin yerinə yazıram m çıx 1-in kvadratı. Çıxılsın 2 vur. Hasilin yerinə isə m çıx 2. Üstəgəl bu ortadakı 2 öz yerində. Sağ tərəfdə 7m plus 1-dir. Mörtəzələri aç, kvadrat tənliyi həll edək. Gəl edək. Deməli, nə olur nə? M kvadrat çıxılsın 2m çıxılsın. Üstəyəsin 1. Birincini açdım. A çıx b-nin kvadratı kimi. İkinci. 2-ni emə 2m. 2-ni 2-yə 4. Plus 2 də yerində. Bu tərəfdə 7m plus 1 eləmiş olur. İndi m kvadrat. 2m-dən 2m oldu. Mənfi 4m. 1, 4, 2 də eləyir 7. Çıxılsın 7m. Çıxılsın 1. Kiçikdir 0. Bu da sizə verir. M kvadrat çıxılsın 11m plus 6. Kiçikdir 0-dan. Aldıq bunu. Deməli, uşaqlar, bizdən nə istəyir? Bizdən burada nə istəyir? Deyir ki, M parametrin hansı qiymətlərində? Aha. Baxaq görək, nə olmuşuq. Bir dəqiqə, mən səhv eləmişim. 7-ni 1-ə vuranda 7 edir. 1 yazmışam, bu 7-dir. Aha, burada 7-lər gedir. Bəli, M kvadrat çıxılsın, 11-ə eləmiş olur. Buradan M-i də ortaq çıxardaq. Mən burada nə eləmişdim? 7-ni 1-ə vurub 1 yazmışdım. 7 edir. 7 də digər tərəfə keçdi. Mənfi 7-lər getdi. Deməli, M bərabərdir 0. M çıx 11-də 0-a bərabər eləyəndə M olur 11. Kvadrat bərabərində kiçikdir olanda aldığımız cavablar bizim həllimiz olur. Yəni 0-11 arası. M 0-dan 11-in arasındadır. Yəni Y variantı ödənmiş oldu. 40-ı yazdım, yazmıram. 42-ni də yazmıram uşaqlar. 42-ci sual 25-ci sualla və yaxud 14-cü sualla eyni şeydir. İxtiyari x üçün həmişə müsbət qiymət alır. Həmişə müsbətdir, həmişə mənfidir, həmişə doğrudur, həmişə ödənilir. Bütün x-lar üçün doğrudur. Bu tip sözlər olanda dediyim kimi diskriminant kiçikdir 0 qoymalıyıq. Həmin misalda da diskriminantı tapıb kiçikdir 0 qoymaq məcburiyyətindəyik. İndi mən sizə yazıram 43-cü sual. Gəlin 43-cü sualımıza baxaq. Nə deyir 43-cü sual? Deməli, bizə verilibdir kvadrat tənlik. X kvadrat çıxılsın 2kx. Üstəgəl k kvadratı çıx 4 bərabərdir 0. Kvadrat tənlik verilir. Deyir, hər iki kökü mənfi 2, 4 arasında yerləşir. Öz dili ilə deyir də tənliyin kökü. Yəni, nə demək istəyir? Bolu, tənliyin kökünü tap. Gəlin tapaq. Deməli, diskriminant bərabərdir. B kvadratı çıxılsın 4 asiyədir. B-miz burada 2k'dır. 2k'nın kvadratı 4k kvadratı çıxılsın 4 vurulsun. A-mız 1, C-miz isə k kvadratı çıx 4'dür. Mötərizəni vurub açaq. 4k kvadratı çıxılsın 4k plus 16. 4k kvadratları getdi. Qaldı 16 diskriminantımız. İndi x1, x2-ni tapıram. x1 bərabərdir. Mənfi b plus 2k'da d bölü 2k. Mənfi b-miz mənfi 2k'dır. Burada da mənfi var. Oldu müsbət 2k. 16'dan kök çıxdı. 4 bölünsün 2 vur 1. Yəni k plus 2. x2 də eyni şeyin çıxmasıdır da. 2k çıx 4 bölünsün 2 vur 1. Bunları 2'yə bölsəm 2k'nı 2'yə böldüm. K 4'ü 2'yə böldüm. Mənfi 2. İndi bizdən nə istəyir? Deyir ki, köklərin hər biri mənfi 2, 4 arasında. Yəni, x1-də mənfi 2 ilə 4'ün arasında yerləşir. Eyni qayda ilə x2 də mənfi 2 ilə 4'ün arasında yerləşir. Bəli, mənfi 2, 4 arasındadır deyir. İndi gətirib yerinə qoyaq. Deməli, mənfi 2 kiçikdir x1-in yerinə k plus 2 yazıram. Kiçikdir 4'dən. Hər tərəfdən 2 çıxacaq. Mənfi 2 çıx 2, mənfi 4. 4 də çıx 2 elədik. İndi buna gəlirəm. Mənfi 2 kiçikdir. x2-nin yerinə k çıx 2 yazıram. Hər tərəfin üstünə 2 gəlməliyəm onda. Mənfi 2-nin üstünə 2 gəlirəm 0. 4'ün üstünə 2 gəlirəm 6. Çıxma digər tərəfə keçsə üstə gəlmə olur da. İndi 2 cavabımızı da tapdıq. Bunların ortaq cavabı hər ikisi şərti ödəyən mənim həllimdir. Gəlin bunların ikisini əldə toxunub iştiqləyək. Mənfi 4'dən 0, 2, bir dəfə olsun 6. Birinci mənfi 4'dən 2'yə qədərdir. Birisi isə 0'dan 6'ya qədərdir. Kəsişən isə hardan aradı? 0'dan 2'yə.
Deməli, cavab oldu B variantı. 44-cü sualda eyni qayda ilə həll olunur. Keçirik 45-ci sualımıza. Baxaq. 45. Deyir ki, bu bərabərsizliyi ödəməyin ən böyük ədədi göstərin. Gəlin, bərabərsizliyimizi həll edək. Adi, möhtərizəni vurub açıram. 4x kvadrat, üstü gəlir 4 çıxılsın. Bunları da keçirəm o tərəfə. 9x çıxılsın 2 bölü 0-dan. Deyir 4x kvadrat çıxılsın 9x plus 2 bölü 0-dan. Diskriminant edib köklərini tapın. X1'imiz nədir? Mənfi B üstə gəlir kök atladır bölü 2. Böyük olduğu üçün cavabda böyük olmalıdır. Mənfi sonsuzluqdan 4-dən 1-ə, ödəyir 2-dən müsbət sonsuzluğa. Ödəməyən ədədlər 4-dən 1-dən 2-nin arasıdır. 2 də ödəmirdir, çünki 2 daxil deyil. Deməli, ödəməyən ən böyük tam ədəd 2-nin özü olmuş oldu. Keçirik 47-ci sual. Ee, 34-cü sual oxşayır bir növ. Gəlin yazaq. 47. Mənfi sonsuz müsbət sonsuzluq aralığında təyin olmuş fx kvadratik funksiyasının grafikinə əsasən verilib bizə x vurulsun, x çıx, 3 vurulsun, fx kiçikdir, bərabərli 0 bərabərsizliyini həll edin. Deməli, uşaqlar, şəkil belədir. 2-də bura 5-dir. Yəni, mən fx-i buradan tapa bilərəm də. Fx bizim üçün x çıx 2, x çıx 5-dir. Bəli. Qarşıya da mənfi qoymuruq, qolları yuxarıdır. Əgər başı aşağı parabola belə olsaydı, o ifadənin qarşısına bir dənə mənfi qoymalıydıq. Hər şey, aldıqlarımızı yerinə yazaq. Deməli, x vurulsun, x çıx 3, buna bir şey yoxdur. Fx-in yerinə yuxarıdakı x çıx 2, x çıx 5-i yazmış oldum. Kiçikdir bərabər 0. Bərabərsizləri həll etmək lazımdır. Ayrı-ayrı 0-a bərabər ilə x bərabər 0, x çıx 3 0-a bərabər ilə 3, x çıx 2-ni 0-a bərabər eləyəndə x2, x çıx 5-i 0-a bərabər eləyəndə x olur 5. Ədəd oxu çəkirəm, ədədləri düzürəm. 0, 2, 3 və 5. Altında xətti var deyə hamısı daxildir. İndi intervallarımıza baxaq. 5-dən böyük ədəd götürəm 6. Yoxlayaq görək nə edir? 6 çıx 3. 6 vur, müsbət 6. 6 çıx 3 müsbət, 6 çıx 2 müsbət, 6 çıx 5 müsbət. Hamısı müsbətsə vuranda müsbət edəcək. Möhtərizənin başında kvadrat yoxdursa işarələr ardıcıl gedəcək. Müsbət, mənfi, müsbət, mənfi, bu da müsbət. Və bizə də lazım olan hissə kiçikdir, bərabər 0. Mənfi qoyduğum 0-dan 2-yə qoymuşam mənfini. Bir də 3-dən 5-ə qoymuşam. 3-dən 5-ə. Cavab oldu. Keçiyor bu sayfaya. 47-ci sualda eynilədir. 49-cu sual. Yazaq 49-u. 49-da biri yuxarıda, biri aşağıda deyə yazaq uşaqlar. Deməli, 49. Baxaq. Deməli, bizdən soruşur fx vur jx böyük bərabər 0 bərabərsini həll eləmək lazımdır. Şəkilə gələk uşaqlar. Şəkilimiz belədir. Deməli, bir dənə buradan fx çəkilib. Bura mənfi 3-dür. Bura 2-dir. Bu bizim fx-dir. İndi buradan da jx-i çəkəcəm. Bu fx-dir. İndi jx-i çəkirəm. Jx-dən. Bu və təkə-təkə. Jx 2 nöqtəsindən keçir uşaqlar. Jx-in 2-dən keçdiyini nəzərə almadım deyir. Şəkli təzədən çəkdim. Bu da
bizim Jx funksiyasıdır. Bu 2 əslində 2 nöqtəsi hər ikisinə aiddir. Bizim fx-imiz olacaq x plus 3 vur x çıx 2. Bu bizim fx-dir. Niyə? İzah edin. Mənfi 3 isə bu da olur müsbət 3, müsbət 2 isə oldu mənfi 2. Çünki kvadrat cədin vuruqları ayırması a vurulsun x çıx x1, x çıx x2 gəlir. Yəni x çıx mənfi 3 olur plus. Ona görə də bu bizim fx-imiz. Jx-imiza gələk. Jx-imiz isə baş aşağıdır. Deməli, qarşısında mənfi olmalıdır. Yəni, mənfi x, bir dəqiqə, bura mənfi 6-dır. X plus 6 və 2-dirsə, x çıx 2. Deməli, bu mənfini bura qoymaqdansa, hasildir deyə elə birbaşa aparıb o ifadənin yanına qoyaq da vurulsun. X plus 6, x minus 2 böyükdür, bərabərdir 0. Bu mənfi niyə oldu? Çünki Jx parabolasının qolları aşağıdır. Yəni, ası mənfi 1 olmalıdır. Və salam. Yəni, bunu da sadələşdirsə x plus 3, x çıx 2-nin kvadratı, x plus 6 böyükdür, bərabərdir 0. Ayrı-ayrı 0-a bərabər edirəm. X plus 3 0-dırsa x mənfi 3-dür. X çıx 2 0-dırsa x 2-dir. X plus 6 0-dırsa x mənfi 6-dır. Ədəd oxu mənfi 6, mənfi 3 və 2. Özdə bunların hamısı daxildir. İçini qaraladım. İntervallayıram. 2-dən müəyyədət götürürəm. Tutaq ki, deyək 3 olsun. 3 qoysam, 3 üstə gəl 3 müsbət, 3 üstə gəl 6 müsbət. Bunu da qoymadım. Kvadrat da olsa müsbət. Və demişdik ki, kvadrat olan sağ ilə solda eyni işarə var. Görürsünüz, 2-nin başındadır kvadrat. 2-nin sağ ilə sola eynidir. Bura 3 qoyub yoxlayanda 3 çıx. 3 üstə gəl 3 müsbət, 3 üstə gəl 6 müsbət. Ona görə bura müsbət oldu. 2-nin sağ ilə sola eyni olmalıdır. Çünki başında kvadrat var. Yəni burada müsbətdir. Sonra mənfi, sonra müsbət ardıcıl davam edir işarələrimiz. Bizə də böyüdür 0, yəni müsbət qoyduğun hissələr. Müsbəti qoymuşam bir bura, mənfi sonsuzluqdan mənfi 6-ya. Bir də mənfi 3-dən 2-yə, 2-dən müsbət sonsuzluğa, 2 də daxildir deyə birbaşa yaza bilərəm ki, birləşir mənfi 3-dən müsbət sonsuzluğa. Və salam. Deyir ki, burada. Yox, bəli, bizə nə? Bir dəqiqə. Mən mənfini itirmişəm uşaqlar, burada mənfi var idi. Bərabərsizliyi mənfiyə bölsəm, bərabərsizlik işarəsini dəyişməliyəm. Kiçikdir, bərabər 0. O zaman mən mənfi qoyduğum hissələri götürməliyəm. Bəli, o mənfini itirmişdim uşaqlar. Onun yerdə səhv alınacaqdı təbii ki. İndi mənfi qoyduğum hissə. Mənfi qoyduğum hissə mənfi 6 ilə mənfi 3-ün arasıdır. Bu mənfi aldıq hissələr. Kiçikdir, bərabər 0. O demək ki, mənfi və 0 aldıq hissələr. Demək, 0 aldıq hissələr mənfi 6, mənfi 3 və 2-dir. Mənfi 6, mənfi 3 götürəndə 6 ilə 3-ü götürmüşəm deyə bir dənə əlavə olaraq da birləşir. Buraya 2 qeyd eləməliyəm. Bu ifadənin mənfi aldığı hissələrdir. Sizdən də nə istəyir? Deyir ki, tam həllərinin cəmi. Gəlin, qrafiki silim uşaqlar. Mənfi 6-dan mənfi 3-ə və birləşir 2 arasındakı tam həllərin cəmini götürək. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3. Sonra da bir də 2. Deməli, eləyir 11, 15, 18, 2-də çıxır, mənfi 16. Və salam. Cavabımız oldu mənfi 16. Əllinci suala baxıram. 50 ilə 51 eynidir. 50 əslində əvvəldəki misallarla eynidir. Nə mənada eynidir uşaqlar? Müxtəsər vurma düsturudur. Müxtəsəri açacağım. İfadəni keçirəcəm bir tərəfə, kvadrat tənliyi alıb həll edəcəm. Gəlin, yazaq. 50 x çıx 3-ün kvadratı böyüdür 9 çıx x-in kvadratından. X kvadrat çıxılsın 6x plus 9. Böyüdür 9 çıx x kvadratından. Yığıram bir tərəf hamısını, x kvadrat çıxılsın 6x çıxılsın 9. Bunlar digər tərəfə keçir, çıx 9, üstə gəl x kvadrat bölü 0. 9'lar getdi, 2x kvadrat çıxılsın 6x bölü 0. 2x ortaq çıxardıram, yəni x çıxılsın 3 bölü 0. 2x 0-dırsa x 0-dır, x çıx 3 0-dırsa x 3-dür. Kvadrat bərabərsizlik böyüksə cavab da böyük olmalı. Yəni mənfi sonsuzdan 0-a birləşir 3-dən müsbət sonsuzluq. Və salam. Bizə də deyir ki, ən böyük mənfi, bir dəqiqə daha doğrusu, ən kiçik müsbət tam 50. Ən kiçik müsbət tam 50 4-dür. Çünki 3-dən böyük ədədlərdir müsbət. Ən böyük mənfi tam 50 isə mənfi 1-dir. Sizdən də bunların cəmini istəyir. Mənfi, müsbət 4 ilə mənfi 1-in cəmi. Oldu 3. Keçdik 52-ci sualımız. Yox, yazaq 52-ci sual. Demək, 52-ci sual. A kvadratı kiçikdir A-dır. A kvadratı, bunu həll edək. A kvadratı çıxılsın
A kiçikdir sıfırdan. A-nı ortaq çıxartdım. A çıx 1 kiçikdir sıfırdan. Yəni A sıfırdır. A çıx 1-i sıfıra bərabər eləyəndə isə buradan A-nı alırsınız 1. Kiçik olanda ədədlərin özünü götürürük. Yəni A sıfırdan 1-in arasındadır. Və məndən istəyir 7 çıx 5 ifadəsinin tam qiymətlərinin cəmi. Əslində, yəni yazmaq olar ki, belə A kiçikdir sıfırdan 1-in arasında, sonra onu 5-ə vurub, sonra hədəfdən 7 çıxmaq, o uzun olacaq. Ən rahat 7 çıx 5 A-da A-nı yenə bir dəfə 0 qoyuram, 7 çıx 5 bir 0 eləyir. 7 çıx 5 A-da A-nı yenə bir dəfə 1 qoyuram, 7 çıx 5 vurub 1. Bu isə eləmiş olacaq 2. Deməli, 7 çıx 5 A ifadəsinin qiyməti 2 ilə 7-nin arasındadır. Səndən də istəyir tam qiymətlərini cəmi. 2 ilə 7-nin arasında. 3, 4, 5, 6-nın cəmi 18. Və sonra ən rahat üsul mənə görə budur. İndi davam edirik. 54-cü sual. Sonda 0 var. Ayrı-ayrı sıfıra bərabər eləyəcəm. Tənliyin köklərini tapacam. İntervallar metodu düzələcəm. Həll edəcəm. Gəlin hesablayaq. 54. Deməli, x çıx 4, x kvadrat çıxılsın 7x plus 12 bölü 0-dan. Uşaqlar, gəlin bunu vuruqlara ayırım, sonra eləyək. Köklərini tapıram, vuruqlara ayırıram. Ona görə də vuranda 12, toplayanda isə mənfi 7 eləyən ədəd. 7 yox, köklərini tapsam, müsbət 7 eləyən ədəd. Vuruqlara ayırdığım üçün mənfi 7 eləyən ədəd. Deməli, bu da olacaq mənfi 4-lə mənfi 3. Vuranda müsbət 12 eləyir. Bəli, toplayanda da mənfi 7 eləyir. Bu bizə verir x çıx 4-ün kvadratı vurulsun x çıx 3 uşaqlar. Düzdürmü? X çıx 4-dən 2-dən olmuş oldu. İndi x çıx 4-ü sıfıra bərabər eləsəm x olur 4. Bu birisi də 3. Ədəd oxum. Düzdürəm? 3 və 4. Deməli, uşaqlar. 4-dən böyük ədəd götürəm 5. Yoxlayaq görək. 5 çıx 4-ün kvadratı müsbət, 5 çıx 3 müsbət. Və 4-ün başında kvadrat var deyə burada müsbət olacaq. Lap belə 3,5 qoysam, 3,5 çıx 4-ün kvadratı, kvadrat onsuz da müsbət. 3,5 çıx 3 müsbət. Demişik ki, hansı mötərizənin başında kvadrat varsa, onun sağ ilə sola eyni olmuş olur. 4-dən böyük 5 qoydum, müsbət elədirsə, 4-ün digər tərəfi də müsbət olmalıdır. Amma birisi avtomatik mənfi olacaq. 3 dənə müsbət yanaşı ola bilməz. 54-də də soruşur, sizdən bərabərinin ən kiçik natural həllini tap. Ümumiyyətlə, bunun həlli. Sıfırdan böyükdür, yəni müsbət olan hissələr. Müsbət olur 3 ilə 4-ün arası. Bir də 4-dən müsbət sonsuzluğa. Burada uşaqlar 3 də daxil deyil, 4 də daxil deyil. Ən böyük tam həllimiz 5-in özü olmuş olacaq. Məsələn, 56-cı sual. 56-cı sualda əslində 52-ci sualdan eyni şeydir. A-nı tapırsınız, yerinə qoyursunuz. Gəlin yazım hər ehtimal. Deməli, A böyüdür A kvadrat. A çıxılsın A kvadratı bölü 0-dan. Mənfiyə bölək A kvadratı çıx A kiçikdir 0-dan. A-nı ortaq çıxardıram. A çıx 1 kiçikdir 0-dan. A 0-dır. A çıx 1 0-dırsa A da 1-dir. Kiçik olanda ədədlərin özünü götürürəm. Niyə mənfiyə böldüm? Normalda birinci kvadrat sonra gəlməlidir ədəd. Deməli, A-mız 0-dan 1-in arasındadır. Tapmalıyam nəyi? A kvadratı üstə gəlir 2A plus 3 ifadəsinin tam qiymətlərinin cəmi. A-ları yenə bir dəfə 0 qoyacağım uşaqlar. A-nı yenə 0 qoyanda 0 kvadrat üstə 2 var. 0 plus 3 eləyir 3. A-nı yenə bir dəfə də 1 qoyuram. Deməli, 1-in kvadratı 2 var. 1 plus 3. Bu da eləyir 6. Deməli, ifadəm A kvadrat plus 2 plus 3 3 ilə 6-nın arasındadır. İstəyən də bir şey ödəyən tam qiymətləri. 3 ilə 6-nın arasında ödəyən ədədlər 4 ilə 5-dir. 9. Mesela. Deməli, 58-ci sual bizə gəlir. Sual belə. X kvadratı çıxılsın 3b çıx 11 vur x nəsə. Gəlin yazaq. Deməli, 58 sual buydu. Deyir, bu bərabərsinin həlli 3-6 parçasıdır. Yəni, uşaqlar. Kvadrat tənliyi həll eləyəndə köklərin biri 3, biri 6 alınır da, belə desək. Yəni, adi x kvadrat, mən səhər üçün deyirəm, 9x plus 18 imiş bu kiçik bərabər 0. Yəni, tənliyin köklərinin birini 3 tapıblar, birini 6 tapıblar. Kiçik olduğu üçün cavab olub 3-6 arası. Yəni, bu tənliyin x1-dən x2-dir bu 3-6. Və bunların cəmi, x1-dən x2-nin cəmi bizə 2b çıx 5-i verməlidir. x1-dən x2-nin hasili isə 8-sə çıx 6-nın cəm budur, hasil budur da uşaqlar niyyətə görə köklərin cəmi mənfi b beladır, hasili s beladır.
Və salam. Gətir qoy yerinə BNS-nin ala biləcəyi qiymətlərin cəmini istəyir. Deməli, 3 üstə gəl 6 bərabərdir 2b çıx 5. 2b bərabər 9-un üstünə 4, 9-un üstünə 5 gəlirəm 14, 14'ü böldüm 2, bu oldu 7. Burada isə 3 vur 6 bərabərdir 8, çıx 6. 3 dəfə 6'nın 18, 18 üstünə 6 gəldim 24, 24'ü 3 böldüm. 24'ü 8'e böldüm. 3 sənə də deyir ki, BNS-nin ala biləcəyi qiymətlərin bir dəqiqə uşaqlar. Mən 58 deyib 59 yazmışam, olsun. Tam qiymətlərin cəmi 7 ilə 3 almışam. BNS-ni toplayacaqsınız, 7 ilə 3 eləyəcək 10. Mesela cevabımız oldu. Devam edelim. 60. sual. Deyir ki, bu bərabərsinin həlli mənfi. Deyir ki, bu bərabərsinin həlli budur. Uşaqlar, biz bunları sıfıra bölündə bir bunu, bir də bunu tapmış olacaq da. Buradan x-i tapsaq, x bərabərdir. Mənfi 2a kvadrat üstə gəl 5. Bunu buna bərabər eləyəcəm. Deməli, mənfi 2a kvadrat üstə gəl 5 bərabərdir mənfi a kvadrat üstə gəl 8a çıx 10'a. Bu. Bu da buna bərabər olacaq. Buradan da x-i tapsam, buradan x-i də sıfıra bərabər edəsəz, yəni x bərabərdir. Yəni bunu x-ə bərabər edəsəm, mötərizənin x-i tapsam 2a kvadrat plus 7 olmuş olacaq. Bunu da buna bərabər edəcəm. Bunu həll eləyək. Birinci mötərizələri atacaq mənfi 2a kvadrat çıxılsın 5 bərabərdir mənfi a kvadrat çıxılsın 8a plus 10'dan. Keçirək bir tərəfə mənfi 2a kvadrat çıxılsın 5 üstəyənsin a kvadrat üstəyənsin 8a çıxılsın 10 bərabərdir 0. Mənfi a kvadrat üstəgəl 8a çıx 15 bərabərdir 0. Mənfiyə bölək. Vuranda 15 toplayanda da 8 edirsə köklərimiz 3 ilə 5 olmuş olacaq. İndi ikinciyə keçirik uşaqlar. Eyni qayda ilə bu da buna bərabər olmalı. Yəni siz nədir? Elə bir ki x çıx 3 məsəl üçün deyirəm x plus 5 imiş. Buna ayrı-ayrı sıfıra bərabər, daha doğrusu müsbət, bu mənfi. Ayrı-ayrı sıfıra bərabərində buradan mənfi 3 alıblar. Buradan da 5 alıblar. Mənfi 5 alıb, müsbət 5 alıblar. Bəli. Bizim həllərimiz onda nə olur? Mənfi 3 5 arasında elə bir ki. Bu bura yazılır, bu bura. Eyni şeydir. Bu budur. Bu da buna bərabər eləyir. Deməli, bunu bərabər eləsək, 2a kvadratı plus 7 bərabərdir a kvadratı plus 9a çıx 11. Yığ bir tərəfə 2a kvadratı plus 7 çıxılsın a kvadratı çıxılsın 9a plus 11 bərabərdir 0. 2a kvadratdan a kvadratını çıxılsın a kvadratı çıx 9a 11 ilə də 7 18. Vuranda 18 toplayanda da 9 eləyən ədəd 3-dən 6. İkisini de ödəyən ədəd nə olur? 3. Deməli, A 3 imiş olmuşdur. Mesela A parametrini istəyir. İndi keçək 61-ci sual. Birinci 61-dən başlayaq. Nə edir 61-dən? Deməli, verib belə x kvadrat çıxılsın k, x üstə gəl m kiçik 0. Bu tənliyi həll edib məsəl üçün. Cavabı 2 5'dirsə, yəni bu tənliyi həll eləyib, birinci kökünü 2, o biri kökündə 5 alıblar. Qısaca. Çünki kvadrat tənliyi həll eləyirik, köklərini tapırıq 2 5, cavab da onu götürürük də 2 5 aralığı kiçik olduğu üçün. Demək x1'in budur, x2'in budur. Yəni x1 ilə x2'nin cəmi bizə k-nı verəcək. x1 ilə x2'nin hasili isə m-i vermiş olacaq qiyətə görə. Yəni 2 ilə 5'i toplayacağam, k-nı tapacağam ki 7. 2'ni 5'e vuracağım. M'i tapacağım ki M de 10'uymuş.
Və bizdən nə istəyir? Deyir ki, x böyükdür k və x kiçikdir m sistemini həll etmək lazımdır. X böyükdür, k-mız 7-dir və x kiçikdir 10. Deməli, ətəd oxu çəkək, ştrixliyə 7 və 10. 7-dən böyük sağa doğru, 10-dan da kiçik sola doğru. Bunların kəsişməsi hara olacaq? 7 ilə 10-un arası. 7 ilə 10-un arası. Və bizdən nə soruşur? Tam həllərinin cəmi 7 ilə 10 arasındakı tam həllər 8-dən 9-dur. 8-dən 9-da toplayırsınız 17. Və salam, cavab oldu 17.